13-14 gün qabaq buralar tam qar idi. Özü babat da qar yağmışdı. Baxın, indi hələ bir ki tam bunun əksinəsi. Yaşıllaşma başlayır artıq. Kəpənəklər də çıxır, gedir orada. Kuşlar da başlayıb oxumağa. Kuşların səsi də gəlir, çox qəribədir. Cəmi 13-14 gün qıra, əsl qış havası var idi burada. Video çəkib qoymuşdum. Yəqin ki, izləyənlər görə bilərlər. Bax, indi isə hər yer artıq yaşıllaşma başlayır, görünür. Şirirsiniz. Birazdan yəqin ki, ağaçlar tumurculamağa başlayacaq. Amma mən sizə deyim ki, bu dağı günlərin belə keçməsi heç də yaxşı bir əlamət deyil. Niyə? Çünki bir müddət sonra yağışlar yağarsa belə keçsə hava başlayacaq ağaclar gül açmağa, sonra tumurcuqlanmağa və sonra gələn yağışlar mart ayı bilirik ki, mart ayı çox belə həmişə heç vaxt belə sabit keçmir də. Başlayacaq yağışlar yağmağa, dumanlı çiskinli bütün o çiçəkləri, gülləri xarab eləyəcək. Keçənləri elə o cür qeyri-sabit havanın nəticəsində meyvə demək olar ki olmadı, alma olmadı, az oldu. Sonra gilas olmadı. Alça da zəif oldu, belə deyək. Qoy biraz yuxarı çıxım, o yuxarını da göstərim sizə. Burada həmçinin. Burada bütün qar örtüyü idi. Mən buraları gəzirəm belə qış vaxtı da. O fikir verin, hər yer artıq yer başlayıb yaşıllaşmağa. Yer başlayıb yaşıllaşmağa. Birazdan dediyim kimi belə getsə ağaclar başlayacaq tumurcaqlamağa, sonra isə gül açmağa. Bu da heç yaxşı şey deyil. Sonradan bütün ili qalacaq meyvəsiz. Buraya yağın bizim kəndçilər bilir. Löylün deyilən yerdir bizim. O suyumuzun gələn yeridir. Belə artıqdır. Ağaclar, zoğal ağaclarını mən görürüm elə bir ki hazırlaşır. Deyirsən, laf çiçək açır deyən bir görək. Orada sarı deyirsən zoğal ağaclardır. Yox, fındıqlardır, fındıqdır. Fındıqlar tez qozalayır. Bunlar da artıq başlayıb. Mən bilənim, fındığı qozu xarab eləmir, yağış o qədər də. Güclü leysan yağışları xarab edir. Amma elə belə gül çiçək açsa yersə, hamısını xarab eləyəcək. Yox deyən bir görək, o nədir yuxarıda bir dənə. O çox güman ki zoğaldır, yox o fındıq deyil. Ve burada göstərim sizə, bax o ağac. O fındıq deyil, o zoğal oxşur. Bax görürsünüz, artıq gül açıb. Artıq gül açıb. Bu şey belə deyək, biraz təhlükəlidir. Təhlükəli çünki 2-3 gündə belə hava keçsə yersə, qalan ağaclar da gül açacaq. Sonra isə heç nədə dalanda təəssüflənəcək ki, niyə belə hava getdi. Bizim yaylaqda hələ qar qalıb orada. Görünür orada qar qalıb, ancaq əriyib, çox əriyib. Orada bir 30% qar qalmayıb. Çünki əriyib qar, görünür. Bütün qalın qar idi. İndi alıbla o gəlin daşlarla sanqarsın, orada qar yoxdur deyə görünür. Orada yağın ki seçmə olur, mən də videoda götürə bilirim onu. Belə bu da qısa bir məlumat. Hazırki vəziyyət barədə. Ancaq yamyaşıl görünürdü, adam gözünə oxşayır. Gözəldir hava. Amma bu dağı bu havanın belə də yeri deyil. Bu dağı bir qədər yağış yağmalıdır, sulu qar hələ yağmalıdır ki, ağaclar nə qədər geç oyansa, o qədər yaxşıdır ki, sonradan gül çiçək xarab olmaz. Belə sağ olun, baxın, zövq alın.